Bizim dinimizin ən gözəl əxlaqi göstəricilərindən biri budur ki, bir insanın səhvi olarsa, onu cəmaət arasında nəsihət etmək, onu tənqid təhqir etməyə bərabərdir. Bizim dinimizin gözəl xüsusiyyətlərindən biri budur ki, əgər birinin səhvi varsa, onu təklikdə, onu ikilikdə, gizlində onun səhvi başa salıb izah etməlisən. Amma bugün insanlar birinin səhvini videoya çəkir, paylaşır, lağ edir, məskəriyə qoyur. Bir sözlə, insanlar başqalarının abrını dağıtmaqla məşhur olmaq istəyir. Bir sözlə, halbuki hədislərdə varımızda bunu qeyd edim. Peyğəmbər sallallahu buyurur, "Mən satara mu'minən satarahullah." Əgər bir insanın eybini bir insan örtərsə, Allah onun başqa eyblərini insanların bilməsindən onu qoruyar. Əgər bir müminin abrının aparılmasına sən vasitəçi olmuş olsan, əmin ol ki, öz abrun getmədən sən dünyadan getməyəcəksən. Bugün insanlar əslində eyb örtmür, eyb axtarır. Əlində bir lupa, bir cihaz, düşüb insanların peşinə, izinə ki, görüb bunun harada bir səhvini tutacağım.